Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Müqəddəs Ramazan ayıdır. Hər birinizin tutduğu orucu, etdiyi ibadətləri Allah qəbul eləsin. Bugünkü videomda Novruz şirniyyatlarımızdan olan şirin qoğalın asan üsulla hazırlanmasını sizinlə paylaşıram. Tək bir kündə ilə yumşaq, günlərcə qalsa belə boyatamayan, öz yumşaqlığını saxlayan, çox dadlı qoğallar alınır. İlk hazırlayan xanımlar belə bu üsulla çox rahatlıqla qoğal hazırlaya bilər. İndi keçək hazırlanma qaydasına. Bunun üçün əvvəlcə ərzaq qabına 200 ml stəkanla ilıqdan biraz isti 2 stəkan süd əlavə eləyirəm. Üzərinə 2 xörək qaşığı şəkər tozu, 1 paket 10 qram instant quru maya əlavə eləyirəm. İnstant quru mayanı 1 xörək qaşığı adi quru maya ilə də əvəz eləmək olar. Maya tez əriyən maya olduğu üçün gözlətmirəm. Elə şəkər tozu ilə maya əriyəndən sonra üzərinə 100 qram yumşalmış kərə yağını əlavə eləyirəm. Kərə yağını da margarinlə də əvəz eləmək olar. Bir bütöv yumurta, bir yumurtanın da ağını sarısından ayırmışam. Ağını xəmirə qatıram, sarısını qoyuram bir kənara. Yarım çay qaşığı duz, yarım çay qaşığı sarı kök, 1 paket 5 qram şəkərli vanil, 1 xörək qaşığı da üzüm sirkəsi əlavə eləyib, bu ərzaqları da biraz yaxşı qarışdırıram. Üzüm sirkəsini də alma sirkəsi ilə də əvəz eləmək olar. Qarışdırandan sonra un tökürəm. Unun hamısını birdən əlavə eləmirəm. Əvvəlcə çox hissəsini qaba əlavə eləyəndən sonra biraz qarışdırıram. Artıq çətin olduqda yenə un əlavə eləyib xəmir yoğururam. Ələ yapışmayan yumşaq bir xəmir olmalıdır. Unun çəkisi növünə görə, bir də yumurtaların ölçüsünə görə dəyişə bilər. Az ya da çox ola bilər. Xəmir üçün 6 stəkan, bir də 2 xörək qaşığı un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Belə gördüyünüz kimi ələ yapışmayan, yumşaq, hamar bir xəmir alındı. Xəmirin üstünü örtüb 1 saat mayalandırıram. Xəmir mayalanana qədər içliyi hazırlayıram. Şirin qoğal içliyi üçün tavaya 2 stəkan un tökürəm. Unu qaza qoyub zəif odda unu biraz qovururam. Qızartmıram, elə unun qoxusu çıxana qədər biraz zəif odda unu qovururam. Tez soyuması üçün başqa bir ərzaq qabına tökürəm. Soğuyandan sonra üzərinə 1 stəkan yarım şəkər tozu, 2 paket şəkərli vanil, istəyə görə vanili hillə də əvəz eləmək olar. 100 qram da ərinmiş kərə yağını əlavə eləyəndən sonra əvvəlcə biraz spatula ilə qarışdırıram, sonra əlimlə ovuşdurub içliyi hazırlayıram. İçliyi ovucda sıxanda əgər dağılmırsa, deməli içlik çox yaxşı alınıb. Hazırlayıb qoyuram bir kənara. Xəmirim artıq çox yaxşı mayalanıb. Havasını alıram. Mayalanmış xəmiri bir yerə yığıb havasını çıxardıram. Dəzgahın üstünə qoyuram xəmiri. Biraz da dəzgahın üstündə bişəndən sonra qoxusu gəlməsin deyə dəzgahın üstündə yoğururam. Əlimlə xəmiri yuvarlayıb iri bir kündə halına gətirirəm. İri kündənin üstünü örtüb bir 10 dəqiqədə dəzgahın üstündə kündənin düşməsini gözləyirəm. Kündənin üstündən əlimlə biraz bastıraraq genişləndirirəm. Altın üstün unlayandan sonra yayıb yayma açıram. Xəmir çox yaxşı xəmirdir, yağlı xəmirdir, ona görə istənilən şəkildə yayıb böyütmək olur. Mən 4 gün şəkildə yayacam yaymanı, ona görə arada yaymanın kənar hissələrindən əlimlə çəkib biraz uzadıb yaymaya 4 gün şəkil verirəm. Sonra çox rahatlıqla yayıb genişləndiyi qədər böyüdürəm. Təxminən 5-6 mm qalınlığında
Yaymanı 4 gün şəklində yayıb genişləndirirəm. Yaymanın üstünü yağlamaq üçün 150 qram ərinmiş kərə yağı götürmüşəm. Kərə yağından yaymanın üstünə əlavə edirəm. Fırça ilə hər yerinə yaxşı-yaxşı yağ çəkirəm. İstəyə görə kərə yağını margarinlə də əvəz eləmək olar. Yağı da çəkəndən sonra videoda göstərdiyim kimi üstündə xəmir kəsəndən kəsiklər atıram, tam ortayacan kəsmirəm, belə hər iki tərəfdən sonacan xəmir kəsəndən yaymanı kəsirəm. Kəsəndən sonra bir tərəfdən başlayaraq kəsdiyim hissələri üst-üstə qoyuram, əlimlə çəkib düzəldirəm. Açıq olan hissələrə də yenə yağ çəkirəm. Yenə qatladığım xəmirləri videoda göstərdiyim kimi qatlayıram. Açıq qalan hissələrə yenə yağ çəkib, kəsik xəmirləri üst-üstə qoyub qat-qat xəmir hazırlayıram. Asan bir üsuldur, tək-tək yuxa yaymadan bu qaydada qat-qat xəmir hazırlayıram. Qoğal üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Bu qaydada qat-qat xəmiri hazırlayandan sonra salafan paketə büküb yağın bərkiməsi üçün bir 20 dəqiqəliyə soyuducuya qoyuram. Qat-qat xəmirim artıq hazırdır. Altın üstün unlayandan sonra biraz əlimlə üstündən bastırıb genişləndirirəm. Oxlovuna yayıb böyüdürəm. 4 gün şəkildə eyninə uzununa yayıb yaymanı genişləndirirəm. Qatlar yağlı olduğu üçün çox rahatlıqla yayıb böyütmək olur. Arada hamar üzünü tərs çevirirəm. Açıq olan hissələri əlimlə çəkib düzəldirəm. Arada lazım olanda yenə biraz un səpib yaymanı 4 gün şəkildə genişləndiyi qədər yayıb böyüdürəm. Yayandan sonra qalan yağdan yaymanın üstünə çəkirəm. Hər yerinə yenə yaxşı-yaxşı yağ çəkirəm. Bu qaydada hazırlayandan sonra yaymanı doğrayıram. Xəmir kəsəndən təxminən 2 barmaq endə sonacan uzunsov şəkildə lent kimi doğrayıram. Kəsdiyim xəmirləri bir tərəfdən başlayaraq özümə tərəf çəkərək rulon kimi bükürəm. Hamısını qoğalları hazırladığımız kimi rulon kimi büküb dəzgahın üstünə düzürəm. Belə gördüyünüz kimi çox gözəl, asan bir üsulla qat-qat xəmir alınır. Qoğalları hazırlayana qədər xəmirin üstü qurumasın deyə üstünü salafan paketlə örtürəm. Bu qaydada hazırlayıb keçirəm qoğalları hazırlamağa. Xəmirlərdən birini götürüb uç tərəfini nahamar tərəfə çevirib əlimlə kənarlarını sıxıb biraz qaldırıb ortasında oy qaçıram. Hazırladığım içlikdən 3 dolu çay qaşığı xəmirin içinə qoyuram. Kənar hissələrini əlimlə gətirib sıxıb qoğalları hazırlayıram. Tərs çevirirəm. Əlimlə biraz üstündən sıxıb qoğalları hazırlayıram. Belə gördüyünüz kimi çox gözəl qoğallar alınır. Hamısını eyni qaydada uç tərəfini ortaya gətirib əlimlə sıxıb qaldırıram. Ortasında çuxur açıram. İçlik qoyub belə gözəl qoğallar hazırlayıram. Qoğalı bu qaydada hazırlamaq çox vaxt aparmır. Tez bir vaxtda da qoğalları hazırlamaq olur. Hamısını hazırlayıb yağlı kağız sərdiyim formalara yığmışam. Üstün örtüb bir 25 dəqiqədə yerində mayalandırıram. İlk hazırladığım qoğalların üzərinə çəkmək üçün ayırmış olduğum yumurta sarısına bir çay qaşığı da bitki yağı əlavə eləmişəm. Qarışdırıb qoğalların üstünə çəkirəm. Hamısına yaxşı-yaxşı yumurta sarısı çəkəndən sonra sonda üzərinə küncüt əlavə eləyirəm. Bu qaydada hazırlayıram. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana kimi bişirirəm.
İlk sobaya qoyduğum qoğallar artıq bişib, sobadan çıxartmışam. Gördüyünüz kimi çox yaxşı qabarıb, üstü də çox yaxşı qızarıb, altı da çox gözəl qoğallar alınıb. Digər qoğalları da üstünə yumurta sarısı küncüt səpib sobada bişirirəm. Çox asan bir üsuldur. Tək-tək yuxa yaymadan bu qaydada çox gözəl qoğallar bişirmək olar. İşləyən xanımlar üçün çox əlverişli bir üsuldur. Tək-tək yuxa yaymadan bu üsulla çox gözəl qoğallar hazırlaya bilərlər. Günlərcə qalsa belə boyatamır, öz yumşaqlığını saxlayır. Çox dadlı qoğallar alınır. Siz də hazırlayın. İstər adi günlərdə, istər bayram günlərində belə gözəl qoğallar hazırlaya bilərsiniz. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu sonacan izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.